Xanada mənim dostum yoxdur. 2 nəfərdən başqa. Onlar mənə rəqabət apardığım insanlar. Məsələn, yol yoldaşım var, tanışım var, ürək sinliyim olan var, evimə gəlib gedən olan var. Amma dost dediyim olan 2 dənədir. Allah rəhmət etsin. Xəyyamlı mənə 2-ci sinifdə o idi, 1-ci sinifdə mən İncəsənət gimnaziyasında oxumuşuq, Xəyyamlı. Uşaqlığından tanıyım. Bir də Namiq Qaraçuxurludur. Çünki biz uşaqlıqdan pis çıxmasın, dönər almağa pulumuz olmayıb. Bir dənə çörək almışıq, yol gedə-gedə bura qoymuşuq, çıxarmışıq, utana-utana bölüb yemişik. Bu gün Namiq əyəm. Namiq maşallah hardadır da, şükür Allaha. Mən ona fəxr edirəm ki, mənim qardaşım oradadır. Amma heç vaxt Ələkbəri unutmur. Mənə lazım olanda Namiq əyəm 96-97-ci ildə kimi gəlməsəydi, mənim üçün istəyim Namiq harda olursun, dəxil yoxdur. Eyni münasibətdir. Eyni münasibətdir. Bax, mənə o ləzzət eləyir. Allah hamd olsun. Ona görə o mənim dostumdur. Xəyyam mənim dostum. O birilər də qardaşımdır, dostluq edeyim uşaqlarda, amma dost sözü ayrı şeydir də, yəni. Rəşad özü məsələn, mənim evimə gəlib gedən adam, mən onun evinə gəlib gedən adam. Özünün uşağı olub. Dərd ortağımdır. Elə momentum olub ki, mənim qohumlarım eləmədiyini Rəşad eləyib. Gəlib mənim məsələsində, tutaq ki, sağlamlığımda problem var. Götürüb mənə aparıb, belə dördə gelməliyik bura. Yəni, qardaşlıq eləyib mənə. Ona görə mən onu da bilmərəm. O problemlər, bilirsiniz, yəni, Rəşada deyib o da, mənə də deyib o da. Ortaq bizim dərdimizdir, bilirsiniz. Olmamalı bir şeydir, Allah Rəşadın qapısını açsın da. Yəni, bu birisi də mənim qardaşım idi, o da mənim qardaşımdır. Ortada qalan biraz problemdir. O çox maraqlı.